Dedim bəxtim gətirdi, şükür olsun Allaha. Suyumun qabağını kəsibdi, yetdi başdı əcdaha. Yedi qaynım olmaqdansa, yedi düşmənim olsun. Səni mənə versələr, dünyalar mənim olsun. Yeddi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yeddi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yeddi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Səni mənə versələr. Bilirəm, deməyə söz tapmırsınız. Bir qardaş üçün bunu görmək çox ağırdı. Amma mən də məcbur qaldım. Necə ola bilər, yəni belə bir şey baş versin, mənim başım çıxmır. Amma xahiş edirəm, mənim adım keçməsin. Çünki Xəzər bilsə, nişanı qaytarar. Biz Xəzərlə uşaqlıqdan tanışıq. Uşaqlıqdan bir-birimizi sevirik. Amma Nazlı həyatımıza girəndən çox dəyişilib. Nişanı da qaytarmaq istəyirdi. Bilmirəm necə olacaq. Xahiş edirəm, Arif qardaş, bacınıza söz deyin, aramıza girməsin. Narahat olma. Narahat olma. Yaxşı olar ki, narahat olma. Çox sağ olun, ay Arif qardaş, çox sağ Sağ ol. ol, doktor, sağ ol. Nə istəyirsən Xəzər? Yenə niyə gəlmirsən? Səni gözləyirəm də. Niyə? Səninlə danışacağam. Amma mən danışmaq istəmirəm Nazlı, sənlə. bir dəqiqə də, nə olub? İmkan ver, sözümü deyim də. Hə, Sən buradan nə vaxt çıxasan? Mən görürəm ki, sən çox yorulursan. yorulmuram, hər şey aladı. Hə, indi icazə ver gedim. Yox da, getmə də, deyən, nə olub? Qaçırsan, 2 dəqiqə gözlə də. Xəzər gəlmə də bura. Niyə gəlməyim ki? Gəlmə, istəmirəm. Sən nə qədər desən də, mənə nə qədər ağır söz desən də, nə qədər mənə kobudluq eləsən də, mən gələcəm. Xeyri yoxdur, başa düşürsən? Mən bu saatda sənin evə tək getməyini qəbul eləmirəm. Niyə sən mənim nəyimsən ki? Görürəm ki, qardaşlarının başı yaman qarışır da, ona görə mən də sənin saatdan xəbərim var, bu saatda evə tək getməyini istəmirəm. Sən get ailəyə görə narahat ol, onu evə yola sal, yaxşı? Ayda, yaxşı da, Nazlı. Gəlmə dalınca Xəzər. Gələcəm, eşidirsən məni? Nə desən də gələcəm də, xeyri yoxdur. Başa düşürsən məni? Yəni ağzından çıxan da desən, vecimə də deyil. Ürəyim belə istəyir. Mən bu saatda səni tək qoya bilmərəm. Başa düşürsən? Sən getsən, mən də arxanca gələcəm. Lazım gəlirsə, hər gün gələcəm bura, hər gün səni gözləyəcəm. Onsuz da gec ya da tez sən mənlə danışacaqsan, buradan da çıxıb dükana qayıdacaqsan. Çox gözləyərsən. Gözləyirəm onsuz da. Nazlı elə şey eləməz, inanmayın da onlara. Şəkili gözümlə görmüşəm, Soxdu papağımı yerə. Düz deyirsən, soxdu papağımızı yerə. Düz deyirsən. Bu nə vaxt gəzdi, bu Xəzərlə xəbərimiz olmadı. Yəqin bacımı anladıblar da, avam qızdır da, o sizin də bacımızı tanıyırsınız. Sus! Danışma! Sus! Şəkili mən görəndə yer aralandı, yerə gir. Xəcalətimdən utandım, Nazlını mən qollarımda böyütmüşəm, Özün kimi inanmışam Nazlıya. Sağ ol Nazlı. Sağ ol. Nazlı indi hardadır bəs? Nə bilim hardadır? Nə bilim? Sən gəl Atondan soruş da. Aton yaxşı bilər hardadır. Vaxtında dedim ki, kişi, qız uşağı nədir, düşən nədir? Yox, mən qızım, get indi cavab ver. Get həyata. O düz deyirsən. Bütün günahlar atamızdadır. Bizim vaxtında əl ayağımızı kəsdi.
İmkan verdi, şərait yaratdı, o da istədiyini elədi. Özünü yersiz kimi apardı. İndi də axırı belədir. O Xəzər var ha, o Xəzər pis oğlandı. O Xəzər olmasaydı bacımın elə şəkilləri olmazdı. Ha sus da! Bacımın heç əvvəl elə şəkilləri olmuyor. Danışma. Sen sus, danışma yaxşı. Danışma. Zəng eləyə Araza. Araz'a niye? Nə bilim, Araz növbədədir. Arazı bu söhbətə qatma. Bəlkə Nazlıdan soruşarsa nəsə bir şey deyəcək. Ne diyecek ha? Mən görən şəkillərə nə açıqlama verəcək? Nə danışırsan? vurma da, uşaqdır da bilmir də, indi özünü itirib. Kimə yığırsan sən? Doktor. Arif'dir. O şəkillərdən zəhmət olmasa göndər də ikisini üstün mənə. Xahiş edirəm səndən. Quşlar, quşlar, nə gözəl oxuyur, bəh, 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 nə qəşəng oxuyur, quşlar, quşlar. Salam əleykum. Əleykum əssalam. Bazar olsun qardaş. Sağ ol, al olsun. Hələ fikirləşirəm, görüm nə alım, nə edeyim. Nə Bu sorun? deyirlər sizdə yaxşı ov quş əti olur. Yox, kim deyirsə yalan deyir. Biz meyvə zadında, kompot zad. Elə deyirlər. Kim deyir? Oho. Amma mənim qonşum mənə deyir ki, bəs sizdə yaxşı ov quş əti olur. Qonşun kim deyir qardaş? Yox, yalan deyir. Onda nə bilim vallah. Öyle dedi mənə ki, güya sizdə elə bir quş əti olur. Mən də ona görə gəldim. Yox, kompotdur, turşudur, meyvədir, belə şey istəyirsənsə al, apar. Yoxsa bilməm, bəlkə başqa düşən deyiblər. Nə bilim vallah buranı deyiblər indi. O da belə də təsadüfən deyə bilməz. Yəqin dəqiq bilib ki. Kim deyir sənin qonşun? Bayaq bura gəlmiş deyə eynəkli oğlan. Ah, hə, deyil abi. Kostyumda zadda gəlmişsən, ödüm düşdü. Xeyr, işə gedirəm də indi. Ha, belədir, həmişə toyda. Sağ olun, subaylarınızdan görə. Dedi ki, adam göndərəcəm, bax göndər. Biz görünə səlqəli müştəri göndərir. Allah razı olsun. Bax, burada. Açın zəhmət olması görüm nə var, nə yox. Tam açanmıram, qanı zadı yayılacaq. Əla, yox, kifayət eləyir. Əla, əla. Nə istəyirsən? Kəklik var, bildirçin var, nə bilim, çöl toyuğu var, nə istəyirsən də, qaşqaldağına kimi. Deməli, niyə soruşuram? Mən özüm də ov sevənəm. Ancaq kənddə sizi görməmişəm, belə ovla məşğul olan. Yox, mən ova özüm getmirəm ki, buran başqadır, mən satıram, satışı ilə məşğulam. Açığı sifdəmdir, birinci partiyadır. Amma bundan sonra Nəcibin adını çox eşidəsən kənddə. Mən də səni görməmişəm, qardaşım, kənddə qalansan bax. Əlbəttə sizin kənddənəm də elə. Bundan sonra mənim adımı gör nə qədər eşidirsən kənddə. Nəcibin bu biznesi dağıdacaq. Siz məni çox görəcəksiniz. Gedəyim mənimlə, bütün bu ov əhvalatlarınız var ha, hamısını bölmədə danışarsınız. Bölmədə niyə? İstənilən halda quş ovu qadağandır. Özü də cinayət sayılır. Bəs qurbandan oğlan Gəlin, dedim, axı gəlin, oğlanlar mən buyurun. satıram. Gedin, maşınınızı göstərin. Nazlı hardan gəlirsiniz? İşdən. Bir yerdə işləyirsiniz Nazlı. Hə? Niyə bir yerdə gəlirsiniz ki? Yolda rastlaşdıq, dedim axşamdır da tək gəlməsin. Ona görə mən də Nazlı ilə gəldim. Ha, bacımın qeyrətini çəkmək sənə qalmayıb ha. Yox, heç səhv başa düşdüm. Yəni demək istəyirəm ki, axşam vaxtı idi, dedim qorxar, ona görə Hə. Kişi ol, hə. Yalan danışma ki. Nazlı, biz səni işə göndərmişik, yoxsa papağımızı yerə soxmağa göndərmişik? O nə şəkillərdən zəkdirmisən? Nə şəkili? Nə danışırsan Arif? Deyirəm də Nazlı elə şey eləməz. Kəsərsən! Ala. Ay Arif, bu
Bu mən deyiləm. Yəni mənəm, amma mən belə şəkil çəkdirməmişəm axı. Bu şəkil süni intellektdir. Vallahi Nazlı ilə mənim ömür boyu belə yaxınlığımız olmayıb. Valla mən belə şəkil çəkdirməmişəm. Həzər. Süni intellektdir vallahi. Sən mən bacım başını gic eləmisən də. Ay Talya, nə danışırsan sən? Bu nişanlı deyil, nişanlı. Nişanlısı da gözünə ağlar qoyub bu. Mən sizə hər şeyi izah edəcəm də. Hə, nə izah eləyəsən bizə? Vallahi, billahi mənim Nazlı ilə aramda heç nə yoxdur. Heç ömür boyu da elə yaxınlığımız olmayıb. Görmürsünüz, Ali eləyib onu. O şəkillər düz deyil. Yəni mən O çəkdirməmişəm. saxta şəkillərdə süni intellektlə hazırlanır. Mənə bura gördün mü? Sən utanmırsan, arsız danışırsan. Əkə sənə səsimi küçük. Sən bura gələndən günümüz qara deyil bizim. Başa düşürsən məni? Arif, Kəs. Qələt eləyirsən sən də, bu da. Ay Əhməd əmi. Əhməd əmi, qurban sizə durun gedək də. Sizin köməyinizə ehtiyacımız var. Nə olub qızım? Nəcbi tutublar, onun yanında dayanmağa bir ata lazımdır. Bu yenə nə qələt qarışdırıb, mənə çatmır da. Valla özü sizə deməyə utanır, deyir atam da mənə bağışlasın, amma indi bir qələt də eləmişəm. Deməli, köpək oğlu satıb da bu quşları. Hə, satıb. Satan yerdə də polislər tutub onu. Bu adam söz eşitmir də. Məni belə çıxır ki, məni saymır da, bu düzələn deyil. Hə, belə Əhməd əmi, valla bu saat əsəbləşməyin mənası yoxdur da. Olan olub, bir şişdən keçib. Qalxın gedək, kömək eləyək. Gedəmərəm, qələt edib başı belə yekə daşa döyüb. Nə səhvi var, qoy gedib özü düzəltsin. Əhməd əmi, valla indi bir qələt də eləyib də, indi gərək arxasında duraq, kömək eləyək. Bu saat əlimizdən başqa heç nə gəlmir ki. Deyir orada nəsə kredit götürdüyü pul var, deyir oradan gətirsinlər, cəriməni ödəyib və salam. Buraxsınlar onu. Sən mənim sualıma cavab ver. De görüm, o satdığı quşların içərisində qırmızı kitaba düşən quşlardan var. Elə olsa buraxmayacaqlar, ha. Qanun qanundur. Bu ölkə elə belə qurulmayıb. Onun qanunlarını heç kim poza bilməz. Mən bu ölkənin vətəndaşı olaraq buna razı ola bilmərəm. Öz balam olsa da. Başa düşürəm, Əhməd əmi, indi ayda ildə bir dəfə qurs satıb, hər dəfə bu işlə məşğul deyil ki. Heç elə bir şey yoxdur, bir-iki də onsuz da belə. Bəs mənə deyirdi ki, çox quş alıb. Nəcibdir də, deyir də, bilmirsiniz, tanımırsınız güya. Deməli, bu dəfə də quş deyirdi, ha? Mən indi neyəcəm, mənə çatmır. Əhməd əmi, biz o cəriməni ödəsək, protokolundan buraxacaqlar onu. Gəlin gedək. Sən əməlli başda araşdırma aparmısan ikən. Bir zəhmət. Gedək, Əhməd əmi. Nəcibin özü boyda belə başına daş düşsün. Mən başqa söz deyə bilmirəm. Elə deməyin, indi qabağa düşmək istəyir, hər dəfə başına bir iş gəlir də. Düşdü də. İndi sən burada 2 dəqiqə gözlə, mən gəlirəm. Pulu götürüb gəlirəm. Gəlin, gəlin, tez edin. Arif əlini aşağı sal, adam kimi danışaq. Nazlı qorxur. Nazlının adını çəkmə. Arifdir Kəs ya. qələt belə səndə. Sən də danışma. qələt belə. Gördüyünüz şəkillərin hamısı süni intellektdir. Qışqırmayın da, qız qorxur. Nə deyirsən, hə? Hə, kişi olun bir daha. Deyirəm ki, Nə deyirsən, hə sən, hə? Nə deyirsən, hə sən? Hə? Kimi vurursan, hə? Qardaşımı vurursan sən? Hə? Nə deyirsən, hə? Nə deyirsən, hə sən? Nə deyirsən, hə? Hə? Sən. Heç görmə. Ata, heç olmasa Güllünün yanında eləmədə, utanıram axı. Güllü səni bölmədən çıxaranda utanıydın, indi yox. Nimi, polis aparanda Güllünü gördüm, qorxdum sənə zəng eləməyə. Qorxan. Güllüyə dedim, kömək elədi. Qorxan köpəyoğlu belə qələtləri eləməzdi. Sənə dedim, apar qaytar o quşları, olmaz. Dedim ya demədim. Dedin. Xeyr, dua ver, dediyin iş buydu. Neyini, uşaqlar dedi ki, 5-10 manat qabağa düşümdür. Sən məndən çox o dostlarına inanırsan, Hanı sənin dostların? Niyə gəlib məhkəmədə cəriməni ödəmədilər? Təbiəti biz qorumalıyıq, siz elə bilirsiniz, təbiəti öz-özün qoruyacaq. Düzdür də, biz qorumalıyıq, sən də neyinirsən? Sən onun mənə yox, Nəcibədir. Quş vurmaq, nə bilim, quşu satmaq elə bilir igidlidir. Əsl igidlik əlində imkanı ola-ola quşları güllələməyəndə.
Onların da qırmızı kitaba düşəni var. Nə bilim, nəsli kəsilir axı. Çox düz deyirsən, Mədəni. Bütün pulun olması alınmayacaq. Bunu da yanında şey eləyəm. Atama heç belə fikirləşməmişdim, bilmirəm, nə deyim, səhv eləmişəm. Vaxtında fikirləşəydin də, nə bilim, elə o dəqiqə başlayırsan ki, səhv eləmişdim. Ata, bir də eləməyəcəm. Deyirsən eləməyəcəm, amma eləyirsən. Ağacları kəsirik, sonra kölgə axtarırıq. Nə bilim, yerə zibil atırıq, deyirik, hamamız çatmır, uşaqlar niyə xəstələnir? Heyvanlar danışa bilmir, amma yaxşı hiss eləmə qabiliyyətlər var. Bizi görən kimi qaçıb gizlənirlər. Niyə? Çünki bizdən qorxurlar. Axı bu torpaqda onların da yaşamaq hüququ var. Nə istəyirsən hə bizdən? Nazlı! 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 Ay Nazlı! Nazlı! Nazlı başımı qaldır. Nazlı, nə oldu sən? Aç görüm gözlərimi. Nazlı! Nazlı! Talih. Hə, Talih. Alo, ata, Nazlı ölüb, Nazlı. Nazlıya nə olub ki? Nazlı. Allah. Nazlı. Necə onu ölür? Ha bu da demə ona, demə ona. Yavaş ol güzel. Nazlı heç nə olur? Qurban olum aç gözlərini. Qurban olum gözümü açay bak. Mənəm ya. Qurban olum sənə. Nazlı. Ay Nazlı. Biraz qaldır var. Biraz qaldır. Nazlı. 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 Qurban olum aç gözlərini. Aa, bir dənə qıza görə gör nə hala saldınız ey qızı. Nazlı. Ay Nazlı. Kəsə lütfen. Cəhənnəm buradan. Nazlı. Ay Nazlı. Qurban olum açsa gözlərini. Belimizi qırmadan Nazlı. Nə olar? Qaldır onu koyma. Nefes alsın, koy nefes alsın. Kaldır onu. Kaldır onu. Kaldır gedik. Kaldır. Götür o sumkasını. Sumkasını götür tanı. Kaldır onu. Kalk, kurban olam, ayda sözünə gel. Kalk. Gel Basri gel. Yaxşı olacaq. Hər şey yaxşı olsun. Narahat olma. Buradayım ben orada. Şurada geldi. Götür gedək, gedək. Sumkanı götür. Getdik. Kimdir, nə olur? Ay qız, qapını niyə belə döyürsən? Şahnaz xala, Hə. Hə! Xəzərə o çöldə Nazlının qardaşları döyüb püskünə qoyublar. Nə? Nə danışırsan? Ay qız, Nə olur git bir şey elə. sən nə danışırsan? Nə olur, niyə yedin? Xəzər! Özünüz bunu istədiniz. Bundan sonra onunla da betər olacaq. Xəzər! Xəzər! Sən ay valla! Sənə qurban! Nə olur be? Yaxşı da qurban olum. Ki sən salamazsan, kim səni bu günə salıb ay bala? Ay heç kim də, sən yaxşıyam mən. Nə olub be, sən niyə bu haldasan? Sən kim dedi mən bura gəlmişəm? Aliyə qaça gəlib dedi ki, Nazlının qardaşları səni döyürdü. Qələt elədi. Ay yaxşı da sakit ol. Nə olur qurban olum. Sakit ol da dayan. Hardadır o? Hə? Bizə gəlmişdi, evə gəlmişdi indicə. Hə, qələt elədi. Mən indi ona bir iki kəlmə gələm söz deyim. Sən də gəl evə, yaxşı? Xəzərim ki. Yaxşı da gəl evə. Ay Xəzər. Xəzər. Aliyə! Cavab verəcəksən sən.
Aliyə, hansı cəhənnəmdə ölmüsən, qalmısan bilmirəm. Telefona cavab ver. Eşidirsən məni? Telefona cavab ver. Aliyə, hansı cəhənnəmdə ölmüsən, qalmısan bilmirəm. Telefona cavab ver. Eşidirsən məni? Telefona cavab ver. Sənin burada nə işin var ha? Sabahınız xeyir Əhməd əmi. Sabahın xeyir. Nazlıdan narahat qaldım. Dedim gəlim soruşum görüm necədir. Ay qız, biz də deyirik ki, ərlərimiz bizi sevir. Sevgi bax budur. Biz batdıq bu eşqin önündə heç kim heç nədə yana bilməz. Bax öz ərdə də yenə yaşar yadıma düşdü. Dünənki həngamədən sonra sənin burada nə işin ola bilər? Əhməd əmi, dünənki həngamə deyəndə görmürsünüz ki, o şəkillər hamısı süni intellektdir. Nazlıya inanmırsınız, inanmırsınız. Heç olmasa öz verdiniz tərbiyə də inanmırsınız. Öz necə də tərəfini saxlayır, buna bax. Görürsən. Sən danışığa fikir ver. Əhməd əmi, mən pis şey demirəm. Ya mən demək istəyirəm ki, oğlanlarına çox imkan vermə o qızı bu qədər sıxışdırsın. Ya görün nə səs küydü? Ha sənin burada nə işin var ha? Sən özün öz ayaqlarınla gəlirsən, nə belə qudurmusan sən? Hə deyirəm! Birincisi mən qorxsaydım bura gəlməzdim. İkincisi də ki, o qızın psixoloji problemləri var. Nazlıya şər atır. Şəkilləri açın baxın da görmürsünüz ki, bu süni intellektdir. Nazlının adını çəkmə, sürüş. Qırarım ayaqlarını. Ay qardaş, narahat olma sən. Burada heç kim Nazlını öldürmürsən, çıx get, get. Yaxşıdırsa heç bir şey. Yəni Hər şey yaxşıdır, sənə yaxşı yox. Nazlının günahı yoxdur, bunu bildir. Çıx get, çıx get. Get də. Xahiş edirəm, çıx get. Kesin içəri. Qapıza adam gəlib belə qarşılayırlar. O bizim qapıda nə işi var? Hər kimdir. Olub yenə niyə büzüşüb oturmusan? Mənim olmayan boyumu yerə soxsun. Çox bilirsən ha, olan boy bir yerə soxmursan. Mənə lazım idi kreditə girmək. Boş yerə yüklədim özümü. Nə ilə ödəyəcəm indi mən onu? Necib, sən neçə dəfə demişəm bildiyin işdən yapış. Bir dənə səsim var, ondan da istifadə eləyənmirəm də. Amma mən bilirəm. Nəyi bilsən? Səsindən necə istifadə eləmək lazım olduğunu. Mənim səsimdən nətər istifadə eləyəsən ki? Qulaq, bir dənə sinif yoldaşım var, restoran açıb. Deyir, istəyirəm həftədə 1-2-3 dəfə canlı musiqi zad olsun. Oxumaq istəyirsən oradan? Soruşursan, əlbəttə oxumaq istəyirəm. Mən adam eləsən, sən eləyəsən. Amma, bax, şərti əvvəldən kəsək. Oradan gələn pulların hamısını yığırsan, sənə bir dənə mahnı yazaq, klip çəkək, nəsə eləyək ki, özünə aid bir şey olsun. Yaxşı? Pul nə deyirsən? Canım da qurbandır mənim. Əsas odur tanınım. Yaxşı, onda sən otur bir axtar, araşdır, gör nə oxuya bilərsən, özünə bir repertuar çıxart, mən də geyim Nazlının yanına görüm nə edir, necə oldu. Yaxşı? Yaxşı, otura bilərəm mən daha. Görüşərik. Qız deyil, canımsın, təcili tibbi yardım deyil. Bu həkim olsaydım, bir dənə xəstəsi olmazdı. Yox, olardı mən. Kim bu qız, kim bu qız? Həkimdir, həkimdir bu qız. Kim bu qız, kim bu qız? Həkimdir, həkimdir bu qız.
Yəni əlimi qolumu bağlayıb gedərdi. Yarıtmıram da. Nazlım, bax, qəşəng yemək bişirmişəm. Neçə gündür yemək də yemirsən. Heç olmasa bir boğazından bir loxma bir şey keçsin də. Ye də nə olar? Ay qız, nə eləmsən, yaxşı eləmsən. Buna görə niyə özür üzürsən? Niyə pis olursan? Şəkillər deyirəm də, yəni... Ay qız, stop da, please stop, xahiş edirəm. Şəkil nədir, nə danışırsan? Görmürsən nə vəziyyətdədir? Ona bax, baxışlarına bax. Qorxuram, Sən danışmayın. Demək istəyirsən ki, Nazlı dəli olub, başına hava gəlir. Görmürsən, bax, belə gözünü qırpmadan bir yeri belə baxır. Şəkər, məncə artistlik eləyir ki, qardaşlar heç nə eləməsin. Bu səfər artistlik deyil, bu səfər özüdür. Bəs nədir, ay elmlər namizədi? Sən bilmirsən nədir, ay hər şey Şunaz xanım. Ay Nazlı, bax, soyutma da, bax, özüm bişirmişəm, qoymadım nərimin bişirsin, özüm bişirdim. Gör nə gözəl qoxur, bax, bəlkə yeyəsən. Az yemir. Nazlı, bəlkə başqa bir şey bişirək gətirək. Az sonra mən də qorxmağa başlayıram. Adam nə qədər ac qala bilər? Nə bilim. Mən uzağı 1 saat. Biz gedək, yemək istəsən yeyərsən. Nazlını gördün oğlum. Necədir qız? Özünə gəlib? Ha? Xəzər gəlmə də bura. Niyə gəlmir ki? Gəlmə, istəmə. Sən nə qədər desən də, mənə nə qədər ağır söz desən də, nə qədər mənə kobudluq eləsən də, mən gələcəm. Xeyri yoxdur, başa düşürsən? Nazlı hardan gəlirsiniz? Bir yerdə işləyirsiniz Nazlı. Sən bura gələndən günümüz qara deyilsin. Başa düşürsən məni? Başım qaldı. Nazlı nə olsun? Aç görün gözləri. Nazlı! Nazlı! Xəzər, qurban olum. Sakit ol, hər şey yaxşı olacaq. Mən axmağam ama bunların hamısı mənə görə oldu. Ay bala, deyirəm sənə hər şey yaxşı olacaq da. Nə yaxşı olacaq? Nazlının çəkdiyi o boyda stresi kim düzəldəcək, hə? Necə düzələcək? Bütün bunların hamısı mənə görə oldu. Necə sakit olmayım ama? Hə? Qardaşlarına görə qızın ürəyi getdi orada. Ayılda bilmədiyi qızı. Can bala, əsas odur ki, ayılıb da, indi yaxşıdır. Əşi, nə? Düzələcək də, düzələcək. Nə düzələcəyim amma, nə düzələcək? O Aliyə 200-də Aliyəyə inandım, ona görə başıma belə şeylər gəldi də mənim. Mən kişi kimi çıxdım qardaşlarının qabağına, danışdım, məsələni dedim. Neynəsəm də bir dənə günahkar var, o da mənəm. Ay bala, özünü az günahlandır da. Sən istəyərdin belə olsun. İstəməzdim də, iş orası ki istəməzdim amma oldu. Bir dənə günahkar var, o da mənəm, başqa heç kim. Mənim gözəl qızım. Necəsən? Niyə elə baxırsan ha qızım? Gəlinlər dedi ki, sən heç nə yemirsən. Ay qızım, bu qədər ac qalmaq olmaz axı. Qızım,
Sən məndən küsmüsən, niyə danışmırsan, ha? Ne olur kızım, benimle danış da. Sen danışabilir misin ha kızım? Sen danışabilir misin ha?